Salam uşaqlar, bugünkü sınavımız 2025-ci il OTK-nın sonuncu sınavıdır. Deməli, baxırıq, birinci sualdan başlayırıq. Mütləq şəkildə bizdən sərtlikləri istəyirsə, sərtliyin özünə məxsus düsturu var. K bərabərdir, S-yə bölünsün, L0 düsturundan istifadə edirik. Uşaqlar, fikir verin, deyir, eyni materialdan hazırlanmış. Çoxunuz burada çaşırsınız ki, eyni materialdan hazırlanıbsa, onda K-lar bərabərdir, xeyr. Eyni materialdan hazırlamaq, K-nın materialdan asılı olması elə Young modulundan asılıdır. Young moduludur materialdan asılı olan, K da Young modulundan düz asılı olduğu üçün biz deyirik materialdan asılıdır. Bəs bundan əlavə nələrdən asılıdır? Həndəsi ölçülərdən də asılıdır. Səthin sahəsindən düz, uzunluqdan isə tərs mütənasib asılıdır. Biz baxırıq ki, L1 böyükdür L2-dən, o da böyükdür L3-dən. S-lərdə necədir? S3-ümüz böyükdür S2-dən, o da böyükdür S1-dən. Uşaqlar, fikir verin, S-dən düz asılıdır. Yəni 3 böyüdürsə, böyük olacaq. Böyüsündə böyükdür. Bəs L0-dan necə asılıdır? Tərs asılıdır. Gərək L0 kiçik olsun ki, bu böyük olsun. Həqiqətən də ən kiçiyimiz bizim L3-dür. Ən böyüyümüz də S3-dür. Ona görə də deməli, biz deyirik ki, K1 K2-dən, o da K3-dən kiçikdir. 32-ci suala baxsaq, bizə deyir ki, hansı prosesdə qazın gördüyü iş böyükdür? Ümumiyyətlə, qazın gördüyü iş deyəndə nə deyirik? Uşaqlar, qazın gördüyü iş A bərabərdir P delta V. Uşaqlar, sadəcə delta V yox. Düzdür, əgər delta V olmasa, yəni həcm dəyişməsə, iş görülməz. Amma işin düsturu P delta V'dir. Həmçinin, əgər qrafik versə bizə, həmişə adda qalan fiqurun sahəsi bizə işi verir. A bərabərdir S fiqur. P-nin V-nin asıllığında. Şöyle fikir verin. Baxın, 4-də adda qalan fiqurun sahəsi, ən böyük adda qalan fiqurun sahəsi birincidə olur. Ona görə də deyirik ki, birinci hamısından böyükdür. Daha sonra 33-cü suala baxırıq. Deyir ki, periodun yarısına bərabər müddətdə onun yer dəyişməyə görə orta sürətini tapın. Orta sürətin düsturuna yazsaq, S yer dəyişmə bölünsün, T yazdırıq, T ümumi. Uşaqlar, yer dəyişməmiz periodun yarısında 2R olacaq, onu bilirik. Yaxşı, zamanı bizə neçə verib? T bölünsün 2 verib. Onda 2 qalxar yuxarı olar. 4 dənə R bölünsün T. Bundan əlavə bizə sürəti verib. Sürətin düsturunu biz bilirik ki, 2 pi R böl T'dir. Mən əgər buradan R bölünsün T'ni tapsam, R böl T bərabər olacaq nəyə? V bölünsün 2 pi'yə. Ona görə bərabər yazıram. 4 olduğu yerdə qalır. R böl T'nin yerinə V bölünsün 2 pi'dən istifadə edirəm. Onda bərabərdir. 4 vurulsun V'nin yerinə 15 yazaram. 2 vurulsun 3. 3 ilə 15 ixtisar getdi. Burada bir 5'imiz qaldı. Burada da 2, 2 5'in 10. Cavabımız eləyəcək 10 metr bölünsün saniyə. 34-cü sualda Hooke qanunun doğruluğunu Hooke qanunu F bərabərdir mənfi Kx şəklində ifadə edirik. Deməli, burada hansı cihazlardan istifadə edə bilərik? X ölçmək üçün xəttkeşdən, F ölçmək üçün isə dinamometrdən istifadə edirik. 3 və 5. 35-ci sualda bizə deyir 6 saniyə ərzində cismin yola görə orta sürətini tapın. Və ortanın yenə də düsturunu yazırsınız. S yol bölünsün T ümumi. Uşaqlar, yolumuz nə qədərdir? Mənfi 8-dən qalxır 16'ya qədər. Neçə metr yol getmiş oldu burada? 24 metr buradan yol gedib, 6 metr, 24 metr buradan getmişdi. 16'dan da 10'a qədər düşür. Bu da 6 metrdir. Deməli, ümumi yolumuz 30 metrdir. Ümumi zamanımız isə 6 saniyədir. 30'u da 6'ya bölərik, qalar 5 metr bölünsün saniyə. 36-cı sualda hansı şüalanma elektron, yəni pozitron selindən ibarətdir? Şöyle biz bilirik ki, pozitron elektronun antizərrəcidir. Ümumiyyətlə baxsaq, elektron mənfidir. Ona görə də biz baxırıq ki, alfa şüalanma helium 2,4 düzdür, müsbətdir. 2,4. Amma beta şüalanma isə zaten elektronlar seli idi. Gamma şüalanmada ümumiyyətlə yük yox idi. Ona görə burada cavabımız eləyəcək 2. Bəlkə də sizi çaşdıran nə olar? Pozitron sözü olar ki, pozitiv sözünə oxşuyur.
Bəli, biz bilirdik ki, beta mənfi 1 çevrilməsi var idi. Bir də beta müsbət 1 çevrilməsi də var idi. Ona görə elektron və pozitron sözündən istifadə ediblər. Yəni 1 mənfi 1 müsbət kimi götürüb orada alfa şualanmanı həm alfanı, həm betanı götürmək ən böyük yanlış olar. 37-ci sual. 37-ci sualda bizə saniyə verib, yuxarıda T yazarıq. Aşağıda R verib. Aşağıda R'in yerinə U bölünsün I də yazmaq olar. Baxın bu şəkildə. İT nəyin düsturudur? İt düsturu. Q'nun düsturudur. Bölürsən U'ya. Q bölü U nəyi verir bizə? S'ni verir. Yəni elektrik tutumu. Yəni farad. Mən bunu düsturuna yazdım. Siz istəsəniz vahidlərlə də yaza bilərsiniz. Yuxarıda saniyəmiz olduğu kimi qalsın. Ohmun yerinə volt bölünsün amper yazırıq. Amper vurulsun saniyə bizə kulonu verir. Kulon bölünsün volt. Biz deyirik ki, nədir? Faraddır. Bu şəkildə də yaza bilərsiniz. Eyni şeydir. Daha sonra baxırıq 38-ci suala. Deyir ki, ideal Vex konturunda sarğacın maqnit sahəsinin enerjisinin zamanasılıq qrafiki verilib. Bu zaman müddətində elektrik sahəsinin enerjisini hesablayın. Deməli, biz enerjinin düsturunu yazsaq. Əvvəlcə gəlin zaman müddətinə baxaq. Aman, mənim telefonum. Deməli, biz burada maqnit sahəsinin enerjisini yazanda W maqnit bərabərdir. W tam vurulsun sinus kvadrat omega T yazırıq. Bilirik ki, enerjide kvadrat olduğu üçün artıq sinusun da kvadrat olacaq. Daha sonra nəyə baxırıq biz? Şoxla fikir verin. Biz əvvəlcə gəlib buradan tapmalıyıq ki, omega nəyə bərabərdir? Biz burada omega T'ni tapaq. Omega vurulsun T. Omega 2 pi bölünsün T'yə bərabərdir. Vururuq. T'nin yerinə də 6'da 1 T yazarıq. Burada ixtisarlarımızı aparsaq, yekündə alarıq ki, pi bölünsün 3. Omega pi bölünsün 3'ə bərabərmiş. Yəni 60 dərəcəyə bərabərdir. Onda yazaram W tam vurulsun. W tam vurulsun sinus kvadrat 60 dərəcə. Biz bilirik ki, sinus 60 dərəcə bizə kök 3 bölünsün 2'ni verdiyinə görə, onda bizim ifadəmiz bu şəkildə olacaq. Fikir verin, uşaqlar, tam enerjinin düsturu burada 12'yə bərabərdir. Daha doğrusu tam enerjinin qiyməti 12'dir. 12'ni yerinə yazırıq. Sinus kvadrat 60 dərəcə. Sinus 60 dərəcədə kök 3 bölünsün 2'ni verir. Kvadratı olacaq 3 bölünsün 4 şəklində. İxtisarlarımızı aparsaq, buradan cavabı alarıq 9. Deməli, biz buradan nəyi tapdıq? Maqnit sahəsinin enerjisi 9'dur. Bizdən istəyir elektrik sahəsinin enerjisini. Baxın, göstər cavabda 9 var, amma bunu istəmir bizdən. Elektrik sahəsinin enerjisini istəyir. Tam enerjimiz 12'dir. Onda elektrik sahəsinin enerjisini tapanda W elektrik bərabərdir. Biz yazarıq W tam çıxılsın W maqnit şəklində. W tamımız 12'dir. Maqnit sahəsinin enerjisi 9'dur. Çıxdıqda bizim təbii ki alarıq 3 millijoule. Millijoule. A variantı. 39-cu sual sadə sual idi. Lövhənin o mərkəzinə nəzərən
momenti sıfıra bərabər olan qüvvə. Biz deyirdik ki, momentin düsturu M bərabərdir F vurulsun D-dir. Uşaqlar, baxırıq. Momentin sıfır olması üçün gərək bu kəmiyyətlərdən biri sıfır olsun. 5 dənə F var. F zaten var hamısında. F yəni heç birində sıfır deyil. Deməli, D sıfır olmalıdır ki, burada moment sıfır olsun. Biz də deyirdik, məsələn, birincini qüvvəni uzatsaq, onun qolu hardan haradır? O mərkəzindən bura. Qolu 3-ə bərabərdir. 5-i uzatsam, 5-in qolu yenə 3-dür. 3-ü uzatsam, onun burada balaca bir qola olur. Sıfırdan, deməli, 3-ə qədər bu şəkildə. 4-ü uzatsaq, bu şəkildə. Görürsünüz, onun qolu O mərkəzi ilə həmin o uzantını birləşdirən xəttir. Amma biz deyirdik ki, nə zaman qol olmur, uzantı əgər mərkəzdən keçərsə, həqiqətən də ikincidə uzantı mərkəzdən keçir. Ona görə cavabımız olacaq B variantı. Gəlir 40-cı suala. Uşaqlar, belə suallarda ümumiyyətlə B-dən asılı olan bir neçə düstur var da. Məsələn, F-nin düsturu var, BS kosinüs alfa. Yəni, çaşıb oradan da yazmaq olar ki, bəs BS kosinüs alfa orada deməli, heç birindən asılı deyil və s. və ilaxır. Xeyr, uşaqlar, yadda saxlayın nəyi? Əgər bir zərrəcik maqnit sahəsində hərəkət edirsə və xüsusən də çevrəci zıbsa, deməli, burada bir nə təsir edir ona? Lorentz qüvvəsi təsir edir. Q və B-yə bərabərdir. Onda Lorenz'in yerinə MA yazarım. MA bərabərdir Q və B-yə. Yenə də çıxarışımızı çıxardıq. V kvadrat bölünsün R. Orada olar gedir. MV bərabərdir Q və R qalırdı. Onda M omega yazırdıq. Bərabər olurdu Q B-yə. Omega yerinə 2pi bölünsün T yazırıq. Və s. və ilaxır bu şəkildə. Bizə də nə lazımdır? B-nin R-dən necə asılı olduğu lazımdır. Siz çıxarış etsəniz, yekunda alarsınız ki, deməli, R-in düsturu neymiş? R bərabərdir MV bölünsün QB şəklində. Fikir verin, uşaqlar. Radiusla B tərs mütənasib asılıdır. Ona görə də B2-miz 3 dənə bir-birə bərabər olacaq. Çünki B-nin R-i daha kiçikdirsə, deməli, B-si daha böyük olmuş olacaq. 41-ci suala baxsaq. Açıq olduqda ampermetrin göstərişi 3 amper olarsa, açıq olanda yuxarıdan cəryan keçmirdi. Gəlirdi, buradan cəryan keçirdi bu şəkildə. Deməli, 3 amper olurdu. Deyir ki, açar qapananda. Tutaq ki, bu açarı mən qapadım. Uşaqlar, fikir verin. Açarı qapadım. Yuxarıdan keçən cəryanın bu ampermetrə heç bir təsiri yoxdur. Çünki bu ampermetr sadəcə bu rezistordan keçən cəryan şiddətini, buradan keçən cəryan şiddətini ölçür. Ona görə də ona heç bir aidiyyəti olmayacaq. Yenə də 3 amper qalmış olacaq. Yox əgər, baxın, önəmli olan bu hissədir. Yox əgər ampermetrimiz orada deyil də, burada olsaydı, baxın, onda başqa məsələ. Onda artıq işlər dəyişmiş olacaqdır. 42-ci sualımız. 42-ci sualda uşaqlar əvvəlcə baxmaq lazımdır ki, hansı doyandı, hansı doymayandı. Bax, biz deyirdik ki, müəyyən bir çölə doğrudur hissə. Ona görə doyan deyirdik. Doyub, görürsünüz, doyub. Görünüşündən bilinir. Bu isə doymayandı. Aha, bizə deyir ki, AB prosesində və BC prosesində nə baş verir? Hansı hadisələr doğrudur? Təzyiq üçün ifadələr istəyir. Uşaqlar, doyan buxarda, fikir verin, doyan buxarda əgər temperaturdan asılı olaraq rho artırsa, deməli, burada 3'ü əkiz iddə P rho N idi. Deməli, 3'ü də bir yerdə artıb. 1'i artıbsa, deməli, 3'ü də artıb deməkdir. Deməli, P'miz birinci hissədə artıb. Gəlin ikinci hissəyə baxaq. İkinci hissədə rho'muz sabitdir. Doymayan buxarda ideal qaz qanunlarına tabi olurdu. İdeal qaz qanunlarında rho bərabərdir PM bölünsün RT düsturundan istifadə edək. Onda buradan P bərabərdir rho RT bölünsün M yazırıq. Uşaqlar, fikir verin, B'dən C'yə gedəndə rho'muz konstantdır, T'dən düz asılıdır. T'miz sağa getdikcə artıb deyənə, onda P'miz yenə də artmış olacaq. Hər ikisində artar variant. Yenə də deyirəm, doyan buxarda sadəcə o P rho-dən istifadə edirsiniz. Bir artıbsa hamısı artıb, temperatur konstant qalsaydı 3'ü də konstant qalacaqdır.
Doymayanda isə sırf ideal qaz qanunlarındakı düsturlarımız gəlir burada işə yarayır. 43-cü sual. Bizim y'nin düsturu bərabərdir BV ilə. BV sinüs alfa. Uşaqlar, həmişə yadda saxlayırsınız. Epsilonla V'nin qrafikləri həmişə birə-bir eyni olacaq. Necə ki biz deyirdik ki, fi'dən törəmə alanda epsilonu tapırdıq, s'dən də törəmə alanda V'ni tapırdıq. Epsilonla S, daha doğrusu fi ilə S, epsilonla isə V əkizdirlər burada. Daha sonra baxırıq biz 44-cü suala. Bizə deyir ki, nəyi tap? Aha, bu ifadə bizə deyir nəyi verir? Biz baxaq. Əvvəlcə enerjiyə baxaq. Enerjinin düsturunu biz Q şəklində yaza bilirdik. Q vurulsun K bölünsün M şəklində. Sonra M də bərabərdir. Biz bilirik ki, Faraday qanununa görə M bərabərdir K Q'ya. Onda burada Q'muz qalmışdı, K'mız qalmışdı. K'lar və Q'lər ixtisar getsə, cavabımız qalacaq elektrik gərginliyi. Daha sonra baxırıq 45-ci suala. Sonra yer səthindən şaquli yuxarı atılmış 5 kiloqram kütləli cismin koordinatlı zaman asılı qərbi verilir. Bu cismin tam mexaniki enerjisinin qiymətini hesablayın. Sonra belə suallarda birinci hansı yol izlənməlidir? Fikir verin, tam mexaniki enerji deyir. Y tam. Y tamı istəyirsə, Y tamın düstü əgər kütlə veribsə, deməli MV maksimal kvadrat bölünsün 2-dən hesablayacağıq. Deməli biz burada nəyə baxırıq? Uşaqlar, gəlin buradan yer səthindən şaquli yuxarı atılıb. Yuxarı atılmış nöqtədə, ən təpə nöqtədə ya maksimal h tapmalısın, ya da atılmış başlanğıc sürəti tapsan, elə burada V0 maksimal da yazmaq olar da, başlanğıc anda sürəti ən böyük idi. Çünki başlanğıc atılan anda, yer səthinə atılan anda Y potensialımız nə idi? 0 idi. Onda Y tam nəyə bərabər idi? Y kinetikin maksimal qiymətinə. Görürsünüz, Y kinetikin də maksimal qiyməti atılan anda V0'dır deyənə MV0 kvadrat bölünsün 2 düsturunu hesablaya bilərik. Sonra fikir verin, niyə belə dedim? Baxın, görürsünüz, kütlə var. Deməli, bizə nə lazımdır? V0 lazımdır. Biz görürük, burada H-ımız var, T-miz var. Nə var orada V0 tapmağa? H bərabərdir V0T, sadəcə yuxarı atılıb deyə çıxılsın yazırıq. JT kvadrat bölünsün 2. Gəlin buradan hesablama aparaq. H-ın yerinə 160 yazırıq. Neçə dənə V0? 4 dənə V0. T-nin yerinə 4 qoyduq. Çıxılsın. J-nin yerinə 10 qoyuruq. T-miz 4-dür. 4 4-ün 16. 160'ı bölürük 2'yə qalır 80. Deməli 4 dənə V0 240'a bərabərdirsə, V0 bərabərdir neçəyə? 60'a. Onda gətirib yerinə qoyub taparıq. Y tam bərabərdir. Kütləni verib bizə 5. Deməli, vururuq 60'ın kvadratı 3600'ə bölürük 2'yə. Bu ilədir 18. 18'i də 5'ə vurarıq. Bu da eləyər 4 kilojoule. 4 eləməz, üzülürsən. 5'i 18'ə vuranda 9000 eləyəcək. Bu da eləyəcək 9 kilojoule. Keçirik 46-cı suala. Sonra bu suallarda biz nəyə baxırıq? Amper qüvvəsi. Deyir ki, B2 olan hissədə maqnit sahəsi tərəfindən təsir edən amper qüvvəsi əgər F-dirsə, B1 olan hissədə maqnit sahəsi tərəfindən təsir edən qüvvə nəyə bərabər olacaq? Sonra bizə burada amper qüvvəsindən danışırsa, mütləq şəkildə həmişə yadda saxlayın. Hansı qüvvədən danışırsa, onun düsturunu yazmalısınız. Amper qüvvəsinin düsturu I, B, L sinus alfadır. Sinus alfa. Sonra fikir verin. L sinus alfa. L nədir? Onların uzunluqları. Deməli, sinus alfanı tapanda qarşıdakı katetin, bu katetin buna nisbətini verir bizə. Onda biz baxırıq, deyirik ki, burada biz L sinus alfanın yerinə deməli, BY yaza bilərik rahat formada. Deməli, qeyd edirik ki, B sinus alfamız nəyə bərabərdir? Bu bərabərdir BY-ə. Bu qarşıdakı katet Y katetdir, bu isə X-dır. Bizə X lazım deyil burada. Çünki biz deyirdik ki, paralel olanda amper qüvvəsi 0 olurdu. Bizə perpendikulyar lazımdır. Digərini də tapsaq, yenə də orada BY yazacaq. Sonra fikir verin, BY-lər ikisində də bərabərdir.
BY1'imiz bərabərdir BY2'yə. Onsuz da bizdə eyni cəryanın naqildir. Yəni cəryan şiddətləri də eynidir, uzunluqları da eynidir. Onda bizdə burada əsas məsələ nədir? Deməli, perpendikulyar toplananlarımızdır. Bunlar bir-birinə bərabərdirsə, birincinin amper qüvvəsi F-dirsə, ikincinin amper qüvvəsi F olmuş olacaq. 47-ci sual. 47-ci sual sadə suallardan biridir. O'dan B'yə gedəndə biz bilirik ki, kənara gedəndə V 0 olurdu. Kənar nöqtədə V'miz 0 olurdu. V 0 olurdusa, V'nin dostları kimlər idi? VP, Y kinetik. Bunlar 0 olur. Deməli, sürət azalırsa təcili modulu artır. Deməli, O'dan B'yə keçəndə 1 bura getdi. Cismin sürətinin modulu artır, onda keçdi bu A'dan O'ya keçən hissəyə, 2 bura. Cismin kinetik enerjisi artır, bu da burada olacaq. Çünki nə vaxt sürət artırsa kinetik enerjisi artır. Yayın potensial enerjisi artır, bu təbii ki birinciyə aid olacaq. Və deyir ki, elastiklik qüvvəsi tarazlıq vəziyyətinə doğru yönəlir. Hər ikisində elastiklik qüvvəsi tarazlıq vəziyyətinə doğru yönəlir. Çünki elastiklik qüvvəsi ümumiyyətlə cismi əvvəlki halına qaytarmağa çalışır. Yəni bu kənara da çıxsa, bunu yenə əvvəlki vəziyyətinə qaytarmaq istəyəcək. Bu tərəfə də çıxsa, yenə də onu digər vəziyyətinə qaytarmaq istəyəcək. Ona görə də 5 təm ortaya yazılır. 48-ci sual. Uşaqlar, intensivliyin düsturu. İntensivliyin düsturu Y bərabərdir K Q0 bölünsün R kvadrat. Mütləq şəkildə yadda saxlayın. Bu Q0 nədir? İndeksində nöqtə var, yəni nöqtəvi yükdür. Niyə bunu deyirəm? Düzdür, bura aiddir. Burada belə bu suala aid deyil. Amma ki, həmişə yadda saxlayın. İntensivlik sınaq yükündən asılı deyil. Məsələn, deyər ki, sınaq yükünü 3 dəfə artırdım. Fərq yoxdur. İntensivlikdə heç bir dəyişim göstərməyəcək. Daha sonra baxırıq. Deməli, intensivliyimiz radiusun kvadratı ilə tərs asılıymış. Onda mən yazaram burada. Y1 bölünsün Y2. 1-2 yazmayaq. YA bölünsün YB yazaq. O da eləyər. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. RB'miz 10 cm-dir. Kvadratı eləyəcək 100 cm. A'nın da kvadratı eləyəcək 25 cm. Burada qaldı 4. Biz bilirik ki, bizə verib ki, A nöqtəsində yaradan sahə intensivliyi Y'dir. Biz burada çarpaz vuranda, deməli 4 dənə YB bərabərdir Y'yə. Bizdən nə istəyir? Hal-hazırda YB-ni istəyir. YB bərabərdir nəyə? YB bərabərdir Y bölünsün 4-ə. Gəldik 49-cu suala. 49-cu sual yenə də maraqlı sualdır. Yenə də intensivlidir. Deyir ki, elektrik sahəsinin intensivliyi 0 olduğu nöqtə kübür yükündən hansı məsafədə yerləşir? Baxaq, deməli biz düsturu əvvəlcə yazaq. K, Q bölünsün. Birincidə məsələn yazsaq R kvadrat. Onda digərində yazmalıyıq. K, Q bölün Q0. K, Q0 bölünsün. Birində R'dirsə, deməli digərində yazacağım mən 12 çıxılsın R-in kvadratı. X da yaza bilərik bunun yerinə, A da yaza bilərik. Yəni bu məsafə deməkdir. Və bir dənə məsələ də var ki, digərində ikincidə Q2'miz 9 dənə Q0'dır. Birinci sadəcə Q0'dır, ikinci isə 9 dənə Q0'dır. Ona görə də biz burada nə edirik? İfadələrimizi sadələşdiririk. Deməli, burada K Q0'larımız ixtisar gedir. Onda qalır 9 dənə R kvadrat bərabərdir 12 çıxılsın R'in kvadratı. Kökə salsaq 3R bərabərdir 12 çıxılsın R'ə. 4R 12-dirsə R'imiz eləyəcək 3 cm. C variantı. 50-ci sual. 50-ci sual maraqlı sualdır. Uşaqlar, sağa doğru 4, sola daha doğrusu 2 dama, sola doğru yeni 2 dama. Deməli bunlar bir-birini tarazlaşdırdı. Yaxşı, gəlin baxaq bu üçüncüyə. Bu üçüncü 2 toplananı var. Biri budur, biri də budur. İndi bu özü getdi. 2 toplananı ayırdım. Uşaqlar, F2 yuxarı doğru 2 damadır, bu da aşağı doğru 2 damadır. Deməli bunlar da bir-birini tarazlaşdırdı. Sadəcə olaraq qaldı sağa doğru 2 dama. Hər bir bölgü 2 Newtondursa, onda qüvvəmiz neçə eləyəcək? 4 Newton eləmiş olacaq. Bizdən də istəyir təcili hesabla. Təcil bərabərdir F bölünsün M-ə. Qüvvəmizi 4 tapmışıq, kütləmiz də 2-dir. Deməli cavabımız olacaq 2 metr bölünsün saniyənin kvadratı. 51-ci sual fərqli sual idi.
Biz transformasiya əmsalının düsturunu bilirik ki, K bərabərdir. U1 bölünsün U2 yazırdıq. U2. O da bərabərdir. Biz P konstantı, onda I2 bölünsün I1'ə bərabər olacaq. Uşaqlar fikir versək, yəni burada məqsəd nədir? Gərginliklə cəryan şiddətinin tərs asılı olduğuna almış olduq. Deməli bizə deyir ki, nə dəyişər? Enerji itkisi. Uşaqlar, ümumiyyətlə enerji Q bərabərdir. Əgər cəryan şiddətinə asılılığa baxırsa, I kvadrat RT şəklində yazarıq. Fikir verin, cəryan gücü sabitdir. Deməli, biz nəyə baxırıq? Əgər bizim başlanğıc gərginliyimiz 300 idisə, sonra deyir ki, gərginliyi 2 dəfə artırdıq. Gərginliyi 2 dəfə artırırıqsa, onda bizim cəryan şiddətimiz kvadratı dəfə deyənə 4 dəfə azalmış olacaq. Əgər cəryan şiddəti 4 dəfə azalırsa, onda bizim deməli, Q'müz də 4 dəfə azalmış olacaq. Onda nə edirik? Cəryan şiddəti niyə 4 dəfə azaldı? Çünki kvadrat idi. Əslində özü 2 dəfə azalır. I bölünsün 2 olur. Sadəcə kvadratını yazanda I kvadrat bölünsün 4 alınır. Ona görə Q'müz 4 dəfə azalmış olur. 4 dəfə azalırsa, bayaq 2% idisə, indi oldu 0,5%. Bizə faydalı gücü hesabla deyir. Bu qədər sürətlə bərabər yuxarı qaldırılır. Deməli, biz nəyə baxırıq? A bərabərdir. Yazarıq düsturu. A bərabərdir. MJH şəklində. Sonra A bərabərdir MJH yazdıq. Bizdən güc istəyir. Güc bərabərdir. P vurulsun T şəklində yazırıq. Onda biz P-ni tapanda MJH bölünsün T düsturundan istifadə edə bilərik. M-in yerinə 30 ton yazırıq. 30 ton. 30 vurulsun 10 üstü 3. Vurulsun J'miz 10'dur. H'ımız nə qədərdir? H'ımız 100 metr hündürlüydür. Vurulsun 100. Bölürük T'yə. T'miz də 60 dəqiqədir. Daha doğrusu 60 dəqiqə yox, 5 dəqiqədir. Onda 5 vurulsun 60 kimi yazarıq. Bir sıfırımız getdi. 6 5'in 30. Buradan da bir sıfır gedər. 3'ümüz də gedər. Onda qalar bizim ifadəmiz 100 kilovat. Niyə 100 kilovat? Çünki 100 yanında da 10 üstü 3'dür. 10 üstü 3 kilo deməkdir. 53-cü sual. 53-cü sual çox fərqlidir və çox maraqlı sualdır. Mümkün qədər su doldurmuş. Yəni buraya qədər dolub bu. Qaba M1 kütləli və V1 həcmli cisim atdıqda çıxarılan suyun kütləsi M2 olur. Həcmi isə V2 olur. Buna görə hansı ifadələr doğrudur? Uşaqlar, cisim neyinirdi? Bizim bax, qaydamız belə idi ki, öz həcmi qədər sıxışdırıb çıxardırdı. Həcmi qədər sıxışdırıb çıxardırsa, V1 V2'ye bərabərdir onsuz da, onu bildik. Məsələ nəydən ibarətdir? İndi biz burada nəyi tapmalıyıq? Kütlələri müqayisə eləməliyik. M1 ilə M2 arasındakı münasibət necədir? Adama elə gəlir ki, əgər həcmlər bərabərsə, kütlələr də bərabər olmalıdır. Amma uşaqlar, kütlənin düsturu nədir? M bərabərdir, rho V-dir. Kütlə sıxlıqdan düz asılıdır. Uşaqlar, fikir verin. Cismin sıxlığı sizcə böyüdür, yoxsa mayenin sıxlığı? Fikir verin. Cismin sıxlığı, baxın görürsünüz, cisim mayedə batıb. Ona görə biz fikirləşirik ki, rho cisim rho mayədən böyükdür. Rho cisim rho mayədən böyük olsa, onda birincinin kütləsi də digərinin kütləsindən böyük olacaq. Çünki rhodan düz mütənasib asılıdır. 54-cü suala baxsaq, 54-cü sualda deyir, bu hündürlükdə əgər ağırlıq qüvvəmiz 360-dırsa, gəlin həmin hündürlükdə hesablayaq. F bərabərdir J M1 M2 bölünsün R plus H'ın kvadratı. Onda R plus R'in kvadratı eləyir 4 dənə R kvadrat. Bu 360'a bərabərdir. Onda bizə deyir ki, bu hündürlükdə nəyə bərabərdir? Onda F bərabərdir. Yenə J M1 M2 yazaram. Sonra R plus H'ın kvadratı. H'ımız 2R'dir. R'in üstünə gələndə 3R'in kvadratı 9 dənə R kvadrat olacaq. İndi bu neçəyə bərabərdir? Sonra fikir verin. J M1 M2 bölünsün R kvadratı tapsaq olur neçə? 4 vurulsun 360. Onda gətirib onu bunun yerinə 4 vurulsun 360 yazaram. Bölürəm 9'a. Bu ixtisar gedəcək 4 dəfə.
Onda cavabımız eləyəcək neçə? 160. Bu şəkildə. 55-ci sual. 0,5 saniyə ərzində sayğazdakı cəryan şiddəti 15-dən 20-yə qədər dəyişdikdə. Onda yaranan öz-özünə induksiyamız EHG. Öz-özünə induksiyanın düsturu nədir? L bərabərdir. Delta I bölünsün delta T. 20 voltdursa enerjini tapın. Enerjinin düsturu L I kvadrat bölünsün 2-dir. Sonra I kvadratı tapa bilərik I-nin dəyişimi. Məlum məsələdir. Enerjisinin dəyişimini siz də delta I deyirsə, onda delta I kvadrat yazmalıyıq. Sonra deməli buradan mən 50 tapsam, gətirib yerinə qoyub hesablaya bilərəm. Gəlin buradan 50 tapaq. 50 tapanda epsilonu bölərəm, delta I bölünsün delta T-yə. Sonra delta I böl delta T bizə neçəni verir? Delta I-miz 20 çıxılsın 15-dir, elədi 5. 5-i də bölməliyəm neçəyə? 0,5-ə. Bu da eləyəcək 100. Gətirib yerinə yazsaq, epsilonumuz 20-dir, bölürəm 100-ə. Bu da eləyir 0,2. Gətirib yerinə qoyuram, delta V-miz bərabərdir. 0,2 bölürsən 2-yə, vurursan, L2-nin kvadratı çıxılsın L1-in kvadratı. Deməli, mötərizədə yazaram 400, çıxılsın 225. O da bərabərdir. Bunlar ixtisar gedir, qalır 0,1. Burada çıxsaq, 170 vurulsundur bu. 175 eləyər. O da eləyər 17,5. Dəyişim istədiyi üçün uşağa diqqətli olun. Delta W yazmaq lazımdır. Tezliyi 5 Newton qüvvə ilə dartdıqda bərabər sürətli hərəkət edir. Tezliyə təsir edən dartı qüvvəsi 20 Newton olarsa. Sonra bizdən burada nəyi tutmaq lazımdır? Bax, 5 Newtonla mən bunu dartanda bu bərabər sürətli hərəkət edirdi. Deməli, buna təsir edən bir dənə də sürtünmə qüvvəsi var imiş ki, 5 Newtonlu. O hərəkət edən müddətdə bərabər sürətli hərəkətdə olurdu. 5 ilə təsir eləyəndə bərabər sürətli qalırsa, deməli, sən bunu 5 ilə bu tərəfə dartanda bu tərəfdən sürtünmə qüvvəsi 5 ilə təsir edirmiş buna. İndi isə bizə deyir ki, bu cismi 20 Newtondan dartıram. Cismin təcili neçədir? A bərabərdir, F əvəzləyici bölünsün M. Uşaqlar, əvəzləyici qüvvəmiz bir tərəfə 20-dir, bir tərəfə isə 5-dir. F sürtünməni tapmışıq 5-dir də. Elədir 15, 15-də bölürük. Kütləsi neçədir? 5-dir. Cavabımız eləyəcək 3 metr bölünsün saniyənin kvadratı. Yəni bir dənə o 5 Newtona diqqət edin burada. Bərabər sürətli deyilən deməli sürtünmə qüvvəsi də 5-ə bərabərdir. 57-ci sual. Uşaqlar, birinci mənim diqqətimi nə çəkir burada? Fotoeffekt yaratmır. Uşaqlar, fotoeffekt yaratmaması üçün gərək burada deyildi ki, nü kiçikdir nü minimaldan. Elə bir şey yoxdur. Bax, görürsünüz, nü minimalın misilləri verilib. Demək, fotoeffekt yaranacaq. Birinci, nü minimala bərabərdir. Uşaqlar, gəlin ən başlıca düsturu yazasınız. H-nü bərabərdir, H-nü minimal plus Y kinetik. Uşaqlar, nə vaxt nü minimala bərabər olar? Y kinetik nə olsun? 0 olsun. Deməli, bura getdi. Kinetik enerjisi 0-a bərabərdir. B getdi bura. Sonra, fotonun enerjisi çıxış işinə bərabərdir. Həqiqətən də enerji çıxış işinə bərabərdir. Deməli, D-miz də getdi bu hissəyə. Daha sonra deyir ki, nü 2 dənə nü minimala bərabərdir. Əgər nünün yerinə 2 dənə nü minimal yazsam buradan, yazaram H, 2 dənə H nü minimal bərabərdir. H nü minimal üstə gəlsin Y kinetik. Onda buradan ifadəni tapsam, Y kinetik H-nü minimala bərabər olacaq. Onda deyərik ki, hansı ifadə gedəcək? Fotoelektronların kinetik enerjisi çıxış işinə bərabərdir. Həqiqətən də kinetik enerji burada çıxış işinə bərabər oldu. Deməli, A bura getdi. Üçüncü deyir ki, fotoelektronların kinetik enerjisi çıxış işindən böyüdür. Gəlin hesablayaq. 3 dənə nü minimal yazsam, yazacağım 3 dənə H-nü minimal bərabərdir H-nü minimal. Üstə gəlinsin Y kinetik. Onda buradan Y kinetikə alaram. Neçəyə bərabərdir? 2 dənə H nü minimala bərabərdir. Yəni Y kinetik burada A çıxışdan nədir? Böyükdür. H nü minimal A çıxışdır axı. Ona görə də həqiqətən də bu ifadəmizdə C variantı da getdi bura. Gəldi 58-ci suala. 4 kiloqram kütləli maddi nöqtə çevrə boyunca bu qədər sürətlə hərəkət edir. Dönmə bucağı 180 dərəcə olanda. Dönmə bucağının 180 dərəcə olması o deməkdir ki, bu çevrənin 2/1 hissəsində olması deməkdir.
2'də 1'də biz dedik ki, impuls nəyə bərabərdir? 2 dənə impulsun dəyişməsi 2 MV-yə bərabərdir. Kinetik enerji dəyişməsi desəydi 0 olacaqdı. Onu diqqətli olun. 2 vurulsun, kütləmiz 4'dür, V-miz də 2'dir. Bu da eləyər 16. 59-cu sual. Cavabınızı əsaslandırın deyir. 0 dərəcə temperaturda buz temperaturu 0 dərəcə olan suya salsa, sonra buzun da temperaturu 0'dır, suyun da temperaturu 0'dır. Ona görə heç bir dəyişiklik baş verməyəcək. Olmaz. Heç bir proses burada baş verməyəcək, çünki ikisinin də temperaturu eynidir. Buzun burada əriməsi üçün ən azından suyun temperaturu buzun temperaturundan fərqli olmalıydı. Bu sualda uşaqlar birinci hissədə deməli izoxor prosesdə temperatur artır. İzoxor prosesdirsə, onda gəlin belə eləyək. İzoxor prosesdə PV-dən düz asılıdır. Onda mən belə bir qrafik çəkərəm. 1-dən 2-yə, 1-dən 2-yə. Bu şəkildə. 2-dən 3-ə fikir verin uşaqlar. Temperatur sabit qalıb. Həmçinin V artıb. Temperatur sabit qalanda V artırsa P-miz azalmalıdır. Ona görə mən bunu bu şəkildə çəkərəm. 2-dən 3-ə P-miz azaldı. Daha sonra bizdə nə istəyir? 3-dən 4-ə. 3-dən 4-ə biraz bu şəkil qəribə alınır. Bir dənə onu diqqətli olun ki, 3-dən 4-ə yenə V konstantdır. Ona görə də gərək bunu bax bu şəkildə çəkəsən. Yenə də buradan qırıq xətlər aparasan və buradan 3-dən 4-ə bu şəkildə yeni bir qrafik çəkəsən. Bax bu şəkildə. Niyə buradan başlamadım? Çünki buradan başlayanda, bu məsafədən başlayanda artıq bunu çəkəndən sonra digəri buradan gəlmir. Ona görə müəyyən qiymətdən başlamalıyıq ki, gərək buradan gedəndə bu sabit qalanda digərinin də V-nin konstant olmasını bilmək üçün biraz bunu əyri çəkdim. Baxın bu şəkildə. Biraz çətindir bunu dərk etmə, amma yenə də bu gəlir V-yə çatsın. 3-dən 4-ə. Baxın bu şəkildə. Sonra intisi davamında 4-cü qruplar üçün situasiya sualına baxırıq. Deməli, bizə belə bir qrafik verilib. Görürük ki, burada zərrəciyə Lorentz qüvvəsi təsir edib, Lorentz qüvvəsi təsir edib və o çevrə cızıb. Sonra sadəcə fikir verin, zərrəciyin biri bir istiqamətdə, digəri isə digər istiqamətdə çevrə cızıb. Bizə deyir ki, zərrəciklər hərəkət istiqamətləri və trayektoriyalar niyə fərqlidir? Sonra, trayektoriyanın fərqli olmasının səbəbi odur ki, biri müsbət, biri mənfi yüklü zərrəcikdir ki, onların trayektoriyaları fərqlidir və uyğun düsturlarda deməli düstur yazsaq, məsələn, radiusun düsturunu yaza bilərik ki, MV bölünsün QB şəklindədir. Daha sonra və yaxud da Q bölünsün M-in yerinə Q4 də yaza bilərsiniz və s. və ilaxır. Önəmli olan burada nə yazarsınız? Zərrəciklərin hərəkət istiqamətinin fərqli olmasının səbəbi sırf onların işarələrinin fərqli olmasıdır. Daha sonra nöqtədə siz lap işarəni də tapa bilərsiniz. Biz bilirik ki, Lorentz qüvvəsi həmişə çevrə mərkəzinə doğru yönəlir. Onda baxırsınız ki, hansı müsbətdir, hansı mənfidir. Daha sonra və deyə bilərsiniz ki, Lorentz qüvvəsi də Soler qaydası ilə təyin olunur. Daha sonra 89-cu sualda deyir ki, verdiyi zərrəciyə təsir edən döyüşmə tezliyini hesablayın. Tezliyin düsturunu rahat formada hesablamaq olar. Tezliyin V bərabərdir 2πnr düsturundan. Oradan tezliyi taparıq. V bölünsün 2πr şəklində olar. V-ni bizə özü vermişdi. Neçə vermişdi? 1,2 vurulsun 10 üstü 7. 2 vurulsun 3 vurulsun. Radiusumuz isə neçədir? Radiusumuz da 10 cm-dir. Onu da yerinə 0,1 yazarıq. Daha sonra buradan biz hesablamanı aparsaq, bir dəqiqə. Birinci zərrəciyin döyüşmə tezliyini hesablayın. Birinci zərrəciyin 5 cm idi. 0-dan onda 5 yazırıq. %500'dür. Daha sonra indi hesablamanı apara bilərik. Deməli aşağıda 6 vurulsun 0,5 5 yazmışıq. Onda o eləyəcək 0,3. Yuxarıda 1,2'miz var. 10 üstü 7 yazarıq. O da bərabərdir. 1,2'ni 0,3'ə bölü 4 eləyir. 4 vurulsun 10 üstü 7 şəklində yazırıq. Gəldik 90-cı suala. Deyik ki, radiusun düsturu biz bayaq dedik ki, MV bölünsün QB şəklindədir. Ona görə bizdən nə istəyir? Kinetik enerjidən asılılığı. Kinetikin düsturu M V kvadrat bölünsün 2'dir. Onda V'ni tapanda orada olacaq. M vurulsun kök altında 2 dənə Y kinetik bölünsün M.
bölünsün QB. Uşaqlar istəsək M içəridə vura bilərik. M içəri vuranda kvadrat olur. Ona görə yuxarıda 2 dənə Y kinetik vurulsun. M-lər ixtisar gedir. M qalır. Aşağıda da QB. Baxın, deməli bu şəkildə yazarıq. Onda görürük ki, radius bizim kinetik enerjinin necə asılıdır? Kök 6 düz asılıdır. Ona görə ifadəmiz də bu şəkildə. Qrafikimiz də bu şəkildə olacaq.